Salam, biz bu günləri Braziliya haqqında bildiklərimizi təkrar etmiş olacağıq. Qeyd edək ki, ekvator xəttin kəsdiyi və cənub tropik xəttin kəsdiyi yeganə ölkədir. Yəni, ekvator xətti kəsirsə demək 3 yarımkürədə, tropik xətti kəsirsə 2 işıqlanma qurşağında yerləşən yeganə ölkədir və ümumilikdə isə şimal, qərb və cənub yarımkürəsində yerləşir. Onu da qeyd edək ki, Braziliya ərazisinə görə dünyada 5-ci, Cənubi Amerikada isə 1-ci yerdədir. İqlim olaraq isə ekvatorial iqlim, subekvatorial, tropik dəniz iqlim tipləri mövcuddur. Təbii zona isə dəyişən rütubətli meşələr, savanna seyrək meşələr və ekvatorial meşələr mövcuddur. Daxili sularından isə Amazon çayı, dünyanın ən bol sulu çayı, məhz bu ölkənin ərazisindən axır. Daha sonra San Francisco çayı da Braziliyanın daxilində formalaşıb, Atlantik okean hövzəsinə aiddir. Onu da qeyd edək ki, Amazon çayı həm estuari, həm də delta yaradan çaylardandır. Dünyada 2 dənə çaydan biridir. Bir Amazon, bir də Yansızı çayı ən çox estuari, həm də delta yaradır. Parana çayı haqqında isə onu deyə bilərik ki, cənuba doğru axır və ağac axıdılmasında istifadə olunur. Burada Paragvay ilə Braziliya sərhədi arasında Itaipu su anbarı yerləşir. Bu su anbarı Paragvayın daxili enerjisinin 90%-ni ödəyir. Yəni 90% enerjini buradan alır. Aşağılarda isə Argentina ilə Braziliya sərhədində deməli Iguaçu şəlaləsi yerləşir. Onu da qeyd edək ki, bu ölkənin ərazisinə düşən Amazon ovalığı platformada yerləşir. Braziliya isə Dendosion mənşəli düzənlikdir və məhz o da platformada yerləşən düzənliklərdən biridir. Faydalı qazıntılarından isə ərazisində manqan, oksid və dəmir filizi geniş yayılmışdır. Siyasi baxımdan isə federativ inzibati ərazi quruluşuna respublika idarəetmə formasına malikdir. Sərhəd olduğu ölkələrdən isə yalnız ikisinin dünya okeanına çıxışı mövcud deyil. Onu da qeyd edək ki, Braziliya inkişaf etməkdə olan ölkədir, amma biz bəzən onu yeni sənaye ölkəsi kimi də verə bilirik. Əhalinin cins tərkibində qadınlar üstündür. Hind-Avropa dil ailəsinin roman dil qrupuna aiddir və sivilizasiya olaraq isə qərb sivilizasiyasına daxildir.